Salam, xoş gördük əziz və dəyərli CBC Sport izləyiciləri. Siz CBC Sportda Legioneri izləyirsiniz və Legionerin bu dəfəki qonağı Torontovuzun futbolçusu Rodrik Millerdir. Xoş gördük, necəsiniz? Salam, çox sağ olun. Bu verilişdə olmaqdan çox xoşbəxtəm. Futbol haqqında danışmaq mənim üçün həmişə xüsusi hissdir. Biz sizi artıq bir neçə mövsümdür ki, proqramımızda görmək istəyirdik. Sadəcə bəzən alınmırdı, bəzən çətinliklər oldu, amma indi nəhayət görüşə bildik. Və məncə danışılası mövzularımız çoxdur. Karyeranıza baxsaq və bu mövsümki komandanızın, Torontovuzun çıxışlarına baxsaq. Ona görə elə birinci sualı məhz Torontovuz barədə vermək istəyirəm. Torontovuzda işlər necə gedir? Mövsümün bu hissəsində özünüzü necə hiss edirsiniz? Hal-hazırda çox xoşbəxtəm. Azərbaycana və Turan klubuna ilk gəldiyim gündən etibarən burada çox yaxşı insanlar gördüm. Klub daxilində atmosferi əladır. Mən bunu çox bəyəndim və hər zaman ürəyimlə oynayıram. Hər oyunda komandam üçün maksimum nəticə göstərmək istəyirəm. Hazırda vəziyyət yaxşıdır. Amma biz daha da yaxşı nəticələr əldə edə bilərik. Məqsədimiz Avrokuboklara vəsiqə qazanmaqdır və bunun üçün mübarizə aparırıq. Torontovuz üçün hazırda tarixi mövsümdür. Komanda Avrokuboklara çox yaxındır və 32 ildən sonra Tovuza Avrokuboklar gələ bilər. Bu artıq hissi yaşayırsınız ki, siz demək olar ki, finiş xəttindəsiniz və Torontovuzla Avrokuboklara çox yaxınsınız. Bəli, bu çox gözəl hissdir. Azarkeşlərimiz, ümumiyyətlə bütün şəhər komandaya inanır. Biz də onların inamını doğrultmaq üçün əlimizdən gələni edirik. Qarşıda hələ 4 oyunumuz var və bu oyunlarda maksimum nəticə əldə etməliyik. Hər oyunda sona qədər mübarizə aparmalıyıq ki, bu şansı qaçırmayaq. İçəri meydançasında 5 Torontovuz oyuncusu var. Ayxan Hüseynovdan qapı qarşısına ötürmə başlı zərbə və gol! 1-1! Rodrik Miller! Rodrik Miller barədə xoş sözlərimizi ifadə edərkən önə çıxartdığımız özəlliyi bax buydu. Standart vəziyyətlərdə kifayət qədər yüksək bacarığa malikdir Panamalı müdafiəçi. Qabaqladı Yusif İmanovu. Çıxışda səhvi var qapıçının və Rodrik Miller. Hazırki durumda Torontovuzun ən çox son danışılan onlarla bağlı zirəyli oyunlardır. Azərbaycan kubokunda nələr baş verdi? Komanda olaraq sizcə Torontovuza ilk növbədə nə çatışmadı ki, mərhələni keçsin və Azərbaycan kubokunda final oynasın? Futboldur. Bəzən qalib gəlirsən, bəzən uduzursan. İlk oyunda hakimliklə bağlı müəyyən problemlər oldu. İkinci oyunda isə mən zədəli idim və oynaya bilmədim. Zirə yaxşı komandadır. Biz çalışdıq, amma onlar qalib gəldi. Bu futboldur. Gələcəkdə daha yaxşı nəticə əldə edib kubok qazanmaq istəyirik. Bu mövsümki Torontovuz çox bərk və sərt komandaya oxşayır. Xüsusən də sizin elə oynadığınız mövqeyə baxsaq, müdafiə mövqeyində komanda çox etibarlı çıxış edir və deyə bilərik ki, artıq Torontovuzun əsas silahı məhz müdafiəçiləridir. Sizcə bu mövsümki Torontovuz rəqiblərə ən çox hansı aspektlərdə çətinlik yaradır? Bəli, biz müdafiədə çox yaxşı oynayırıq. Məşqçimiz müdafiə sisteminə çox önəm verir və bu bizim üçün faydalıdır. Bu mövsüm çox qurul buraxmamışıq. Böyük komandalarla oynayanda daha kompakt oluruq və bu bizə üstünlük verir. Bəzi oyunlarda çətinlik çəkirik, xüsusilə fərqli sistemlə oynayan komandalarla, amma ümumilikdə yaxşı iş görürük. Biz həmişə sıx oynayırıq. Çox mübarizə aparırıq və güclüyük. Bu, komandamızın əsas üstünlüyüdür. Və ümumiyyətlə biz Torontovuzda həmçinin daha bir məqamı görürük ki, mərkəz müdafiəçilər və ümumiyyətlə fərqlənən futbolçular daha çox müdafiəçilərdir. Sizin üçün hər dəfə oyuna çıxanda bir müdafiəçi kimi həmçinin qol vurmalıyam kimi belə bir hədəf qarşınıza qoyulurmu? Bəli, bu çox gözəl hissdir. Müdafiəçinin qol vurması bizim üçün xüsusi haldır. Biz həftə ərzində standart vəziyyətlər üzərində çox işləyirik. Cərmə zərbələri, künc zərbələri. Planımız həm müdafiədə güclü olmaq, həm də hücumda faydalı olmaqdır. Qol və asistlə komandaya kömək etmək çox xoşdur. Kifayət qədər uzun müddətdir ki, Azərbaycandasınız. Yəqin ki, Azərbaycan futboluna da yaxşı uğulaşmısınız, ölkəmizə də yaxşı uğulaşmısınız. Yeni gələndə ən çox hansı məqamlar sizə çətinlik yaradırdı? İlk dəfə Azərbaycana gələndə açığı özümü çox yaxşı hiss etdim.
İnsanlar məni çox isti qarşıladı. Bu da adaptasiyanı asanlaşdırdı. Məşqçimiz də mənə çox kömək etdi. O həm yaxşı məşqçi, həm də yaxşı insandır. Mən artıq bir çox ölkələrdə oynamışam. Buna görə uyğunlaşmaq mənim üçün çətin olmadı. Amma liqada bəzi komandalar var ki, onlara qarşı oynamaq çətindir. Xüsusilə Qarabağ və Neftçi. Sizə görə bəs indi çempionatımızın sizə çətinlik yaradan komandaları hansılardır? Bu liqada çox yaxşı komandalar var. Mən deyərdim ki, Qarabağ, Sabah, Neftçi və Zirə çox güclüdür. Xüsusilə Zirə ilə oynamaq mənim üçün maraqlıdır. Deyə bilərəm ki, bu oyunlar artıq klassik qarşılaşmaya çevrilib. Sizə ümumiyyətlə futbolçu olaraq götürsək, sizcə çempionatımızın ən yaxşı futbolçusu kimdir? Mənim xoşuma gələn oyunculardan biri Neftçidən Emin Mahmudovdur. Topa nəzarəti və oyunu oxuma bacarığı çox yaxşıdır. Bir də Leandro Andrade var. Çox sürətli və keyfiyyətli futbolçudur. Ümumiyyətlə, liqada çox yaxşı oyuncular var. Artıq 2 mövsümdür ki, Torontovuz hədəflərini artıq böyüdüb və Avrokuboklar da əsas hədəf. Keçən mövsüm bu baş vermədi, amma keçən mövsüm Qarabağa qarşı fərqli Torontovuzu görürdük. Çox yaxşı müdafiə ilə yanaşı Qarabağa lazım anda hətta onları cəzalandırmağa bacarmışdınız. Yəni qalib gəlmişdiniz və qollar vururdunuz. Və keçən mövsümlə bu mövsümü müqayisə etsək, sizcə Torontovuza nələr dəyişdi? Bu mövsüm heyətdə bəzi dəyişikliklər oldu, xüsusilə müdafiədə. Amma indi düşünürəm ki, daha yaxşı balansımız var. Müdafiədə daha intizamlıyıq. Qarabağ çox keyfiyyətli komandadır. Bunu hamı bilir. Amma biz də hər oyunda maksimum mübarizə aparırıq və növbəti maçlarda qalib gəlmək üçün çalışacağıq. Az öncə dediniz ki, siz yeni gələndə baş məşqçi fərqli idi. Ayxan Abbasov idi həmin vaxt Torontovuzda və indi artıq fərqli baş məşqçidir. Yeni gəldiyinizdə Torontovuzun o vaxtki hədəfləri nə idi və siz necə oldu ki, Azərbaycana gəldiniz? Agentim mənə zəng etdi və dedi ki, Azərbaycanda yaxşı təklif var. Soruşdu ki, getmək istəyirəm ya yox. Mən də razılaşdım. Onun adı Məhəmməddir. O məni buraya gətirdi və mən Tovuza gəldim. O vaxtdan komandadayım və çox xoşbəxtəm. O vaxt komanda aşağı liqaya düşməmək üçün mübarizə aparırdı. Mövsümün sonuna qədər çox çətin oyunlar oldu. Amma biz birlikdə mübarizə apardıq və komandanı Premier Liqada saxlaya bildik. Sizcə Ayxan Abbasov niyə və hansı səbəbdən komandadan ayrıldı və artıq yeni baş məşqçi gəldi? Açığı bu barədə çox məlumatım yoxdur. Mən istirahətdə idim. Sonra qaydında dedilər ki, yeni məşqçi gəlib. Mən peşəkaram. Kim məşqçidirsə, onunla işləməliyəm. Amma əvvəlki məşqçimiz Ayxan Abbasov çox yaxşı insan idi və ümid edirəm ki, gələcəkdə yenə birlikdə işləyərik. İndi rəqibsiniz, həmçinin Ayxan Abbasovun komandası ilə. Ümumiyyətlə olur ki, bəzən danışırsınız Ayxan Abbasovla, Azərbaycan futbolunu müzakirə edirsiniz. Bəli, bir dəfə zarafat etdik. Mən Şamaxıya qarşı 2 qol vurmuşdum. O da dedi, niyə belə etdin? Amma bu futboldur, komandalar, məşqçilər dəyişir. İkinci künc zərbəsi. Turan futbolçunun ifasında ötürmə qapı önündə başla zərbə və gol! Turan Tovuz hesabı bərabərləşdirdi. Roderick Miller ilk fürsətində, ilk təhlükəli epizodda Turan Tovuz futbolçuları rəqib qapısına yol tapdılar. Fantastik başlanğıc, çox gözəl oyun Tovuz şəhər stadionunda. Panamalı müdafiəçi qayıdışdan sonra ikinci oyununda fərqlənir. Standart vəziyyətlər zamanı Miller hər zaman hücuma qatqı verir və çox böyük fayda verir komandaya. Hakman topu uzaq dirək istiqamətində göndərdi və orada Roderick Miller bir toxunuşlu topu qapıya yönəltdi. Qurbanberdiyev gələndə, ümumiyyətlə bu adı yəqin ki, öncədən eşitmişdiniz və hansı nailiyyətləri olduğunu da bilirdiniz. İlk görüşünüzü necə xatırlayırsınız? Mən Qurbanberdiyevi əvvəldən tanıyırdım. Onun komandaları Çempionlar Liqasında çıxış edib. Güclü komandalar olub. İlk dəfə onunla Türkiyədə toplanışda işlədim. Sistem biraz fərqli idi, amma zamanla uyğunlaşdım. O çox danışmır, amma işini yaxşı bilir. Biz elə bilirdik ki, Qurbanberdiyev daha çox elə media nümayəndələri ilə az danışır. Anladığım qədərilə futbolçularla da çox danışmırsınız. Yəni siz və baş məşqçiniz arasında yəqin ki, belə uzun müddətli dialoqlar olmur, söhbətlər olmur. Ümumiyyətlə onun fəlsəfəsini anlamaq sizə həmçinin komandada olan digər yerli məşqçilər də kömək edir, yoxsa sırf Qurbanberdiyevlə şəxsi belə deyək, görüşləriniz olur, fərdi söhbətləriniz olur?
Bəli, məşqlərdə və iclaslarda kifayət qədər danışır, tapşırıqlar verir. Sadəcə mediada çox danışmağı sevmir. Turan Tovuza yeni gələndə toplanışda çox danışmırdı, amma artıq hamımızla ünsiyyətdə olur. Digər məşqlərdə həmçinin Ruslan Abışov da çox yaxşı insandır. Keçmiş futbolçudur və oyuncularla münasibəti çox yaxşıdır. Bəzən məşqlərdə bizimlə birlikdə oynayır. O xüsusilə mental baxımdan bizə kömək edir. Bəs Tovuz barədə bir qədər danışaq, çünki biz bilirik ki, Tovuzda komandanı necə dəstəkləyirlər, komandanı necə sevirlər hətta. Biz bunu tribunalarda onların şüarları ilə bunu başa düşürük, eşidirik. Tovuzda siz olanda azarkeşlərlə belə bir münasibətiniz sıx olurmu? Yəni tez-tez azarkeşlərlə danışırsınızmı, onlarla görüşürsünüzmü Tovuzda olanda? Bəli, Turan azarkeşləri həqiqətən möhtəşəmdir. Onlar hər oyunda komandaya böyük dəstək verirlər. Səfər oyunlarında belə bizimlə gəlirlər. Bu bizim üçün çox önəmlidir. İlk dəfə Azərbaycana gələndə məni çox yaxşı qarşıladılar. Küçədə uşaqlar məni görəndə yaxınlaşırlar, salam verirlər, şəkil çəkdirmək istəyirlər. Bu his mənim üçün çox dəyərlidir və mən də çalışıram ki, onları sevindirəm. Bəs məğlubiyyətlərdən sonra bəzən olur ki, azarkeşlər sizi tənqid edirlər və tribunada öz fikirlərini söyləyirlər. O zaman bu sizə və komandanıza necə təsir göstərir? Bu normaldır. Məğlub olanda azarkeşlər narazı ola bilər. Bu başa düşüləndir. Amma biz növbəti oyunda daha yaxşı nəticə göstərərək bunu dəyişməyə çalışırıq. Həm özümüz, həm də azarkeşlər üçün daha yaxşısını etmək istəyirik. Amma siz Bakıda yaşayırsınız, yəni Tovuzda qalmırsınız komanda olaraq və buna səbəb odur ki, elə legionerlər və bir çox futbolçular məhz Bakıda daha yaxşı şəraitdə yaşamaq istəyirlər. Yəni Tovuzdan bir qədər uzaqdasınız və yalnız ev oyunları keçirəndə ora gedirsiniz. Tovuzda ümumiyyətlə səhv etmirəmsə deyəsən qaldığınız ilk mövsümdə məhz Tovuzda məskunlaşmışdı komanda. Hansı fərqləri söyləmək olar? Yəni Tovuzda yaşayış və Bakıdakı həyatınız? Tovuz çox sakit şəhərdir. Orada daha çox istirahət edirsən. Bakı isə daha canlıdır. İnsanlar, hərəkət, həyat daha aktivdir. Bu əsas fərqdir. Demək olar ki, bütün vaxtımı bazada keçirirdim. Məşq, istirahət. Bəzən nadir hallarda restorana gedirdim, amma ümumilikdə çox sakit həyat idi. Bakıda daha çox imkan var. Kafeyə gedə bilərsən, alış-veriş edə bilərsən, şəhəri gəzə bilərsən. Amma mənim üçün çox fərq etmir. Mən Tovuzda da yaşaya bilərdim. Onsuz da çox da gəzib dolaşmağı sevmirəm. Bakıda ümumiyyətlə dostlarınız var, komanda yoldaşlarınızı çıxsaq, yəni digər komandalarda, rəqibləriniz arasında tez-tez görüşdüyünüz futbolçular varmı? Çox yox, mən evdə qalmağı daha çox sevirəm. Bəzən xüsusi günlərdə görüşə bilərik. Amma ümumiyyətlə evdə qalmağı, televizora baxıb istirahət etməyi üstün tuturam. Məsələn, Medina ilə. O da Kolumbiyadandır. Bəzən birlikdə vaxt keçirmişik. Sizcə indi Medina daha yaxşıdır, yoxsa siz ümumiyyətlə bu mövsümü dəyərləndirsək? O çox oynayıb və yaxşı performans göstərib. Amma mən daha yaxşı idim. Zarafat edirəm. O da bunu başa düşər. Bir qədər indi Azərbaycanla bağlı sizə suallar vermək istəyirəm. Yəni, Azərbaycan dilində hansı sözləri bilirsinizmi? Komanda yoldaşları ilə məşqdə çalışıram, amma açığı çox çətindir. Bəzən komanda yoldaşım Faiq deyir, "Ey Miller, necəsən?" Mən də deyirəm, "Yaxşıyam." 3 mövsümdə çox az öyrənmişəm. Bəs Azərbaycanda ən çox bəyəndiyiniz yemək hansıdır? Açığı, çox vaxt evdə yeyirəm. Öz ölkəmin yeməklərini hazırlayıram. Amma kababı çox sevirəm. Düyü və salatla birlikdə. Bəli, dadlar fərqlidir. Amma bəzi şeylər oxşardır. Düyü, toyuq və tərəvəzlər. Sadəcə hazırlanma üsulu fərqlidir. Biz Bakıda tək yaşırsınız, yoxsa ailənizlə birlikdə buradasınız? Xeyr, bu mövsüm təkəm. Keçən mövsüm ailəm yanımdaydı. Bir qızım var. O məktəbdə oxuyur. Ona görə burada deyil. Bu mənim üçün çətindir. Amma bu da futbolun bir hissəsidir. Amma keçən il dediyiniz kimi elə ailənizlə burada qalırdınız. Onlar Azərbaycana nə qədər tez ulaşa bildilər və onlar ölkəmizi bəyənirdilərmi? Ailəm çox bəyənir ölkəni. Mən də şəhəri sevirəm. Amma məsafə çox uzaqdır. Panama çox uzaqdadır. Karyeranızda mən bir qədər araşdıranda bir neçə böyük oyunlar gördüm və hətta Lionel Messiyə qarşı oynamısınız. Mən istədim ki, bir qədər biz bu barədə danışaq və siz bizə danışasınız. Həmin o görüşü, həmin o oyunu necə baş verdi ki, dünya ulduzu, dünyanın bir nömrəsi sayılan Lionel Messi və Rodrigo Miller üzrə gəldilər.
Təxminən 10 il əvvəl Copa Amerikada onunla oynadıq. Bəli, bu mənim üçün inanılmaz təcrübə idi. Messi mənim üçün dünyanın ən yaxşı oyuncusudur. Ona qarşı oynamaq böyük şərəfdir. Hətta oyunda mənimlə İspanca danışdı. Dedi, neynirsən sən? O an çox xüsusi hiss etdim. Yəni o vaxt Leo Messi həqiqətən də bir nömrəli idi. Çünki yəni 10 il əvvəl hər kəs Messi ondan danışırdı və siz ona qarşı oynamaq fürsəti qazandınız. Həmin oyundan sonra onunla forma dəyişmək istəyi oldunuz sizdə? Onunla forma dəyişmək istədim, amma məşqçimiz icazə vermədi. Dedi ki, biz hamımız eyni səviyyədəyik və belə şeylər etməməliyik. Messi ikinci sədə meydana daxil oldu. Ona qədər hesab 1-0 idi. Sonra oyun dəyişdi və 0-5 uduzduq. O oyuna girəndə hər şeyi dəyişdi. Bir müdafiəçi üçün Messiyə qarşı oynamaq necə hissdir? Çünki ona qarşı oynayanlar deyir ki, Leo Messini meydanda görmək çox çətindir. O görünməz olur. Çox çətindir. Bəzən meydanda görünmür. Sadəcə gəzir. Amma birdən top onda olur və başqa mövqedə peyda olur. Çox ağıllı oyuncudur. Ümumiyyətlə, karyeranızda belə oyunlar çox olub ki, dünya ulduzlarına qarşı və yaxud da ki, dünyaca məşhur olan futbolçulara qarşı və hansı adları qeyd edə bilərsiniz? Neymar, Filipe Coutinho, Arturo Vidal, Angel Di Maria. Milli komandada oynayanda isə Muhammed Salaha qarşı da çıxış etmişəm. Bunlar hamısı böyük səviyyəli oyunculardır və onlara qarşı oynamaq həm çətin, həm də çox dəyərli təcrübədir. Və indiki Panama millisində də sizin dünya çempionatına getmək kimi şansınız var. Həmin dünya çempionatına gözləntiləriniz nədir? Bu, Panama üçün böyük fürsətdir. Biz güclü komandalarla oynayacağıq və bu bizim üçün çox vacib təcrübədir. Mən ümid edirəm ki, heyətdə olacağam və ölkəm üçün ən yaxşısını edəcəm. Həmin oyunlarda indidən artıq planlamışsınız ki, hansısa futbolçu ilə söhbət etməyi və yaxud ki, forma dəyişmək istəyərdiniz? Açığı indi karyeramın elə mərhələsindəyəm ki, formalar toplamağa başlamışam. Əvvəllər bu barədə çox düşünmürdüm. Amma indi istəyirəm ki, böyük oyuncuların formalarını yığım. Bir futbolçu üçün ümumiyyətlə dünya çempionatına hazırlıq necə gedir? Yəni özünüzü yəqin ki, həm zədələrdən qoruyursunuz ki, biz baxırıq dünya futbolunda hamı zədələnir. Həmçinin milliyə faydalı olmaq istəyirsiniz. Artıq istər-istəməz şüuraltı dünya çempionatına yaxşı formada getməliyəm kimi fikirlər varmı? Yoxsa hələ ki, bu barədə düşünmürsünüz və yalnız fikriniz Azərbaycan çempionatındadır? Əlbəttə, amma çox da bu barədə düşünmək olmaz. Əgər çox fikirləşsən, bu problem yarada bilər. Sadəcə fokuslanmaq lazımdır. Düzgün qidalanmaq, yaxşı yatmaq, məşqlərdə maksimumu vermək. Əgər bunları etsən, artıq hazır olursan. Mənə ümumiyyətlə maraqlıdır ki, siz necə oldu ki, futbolçu oldunuz? Yəni, Panamada bir uşaq futbola necə gəlir? Uşaqlıqdan futbola marağım var idi. Həmişə Ronaldinho izləyirdim. Onun oyununa baxmaq mənə böyük motivasiya verirdi. Evdə daim top ilə oynayırdım. Ailəmdə futbolçu yox idi, amma bu arzu mənim içimdən gəlirdi. Əslində, mən uşaq olanda Panamada futbol o qədər də inkişaf etməmişdi. Orada daha çox beyzbol məşhurdur. Amma illər keçdikcə futbol inkişaf etdi və indi səviyyə daha yaxşıdır. Ümumiyyətlə, necə xatırlayırsınız ki, artıq siz qərar verdiniz ki, yalnız futbolu seçməlisiniz və akademiyalara getməlisiniz və s. Yəni, təhsili yox, futbolu seçməlisiniz. Həmin zaman ailəniz sizin yanınızda oldu. Xeyr, mən təhsil və futbol arasında seçim etməli olmamışdım. Hər ikisini birlikdə etdim. Universitetə də getmişəm. Panamada sistem belədir ki, həm oxuyursan, həm də futbol oynayırsan. İdarə etmə üzrə təhsilim var. Yəni, gələcək üçün də planlarım var. Tam bitirməmişəm, amma karyeramdan sonra davam etdirə bilərəm. Həmin zamanlarda, belə deyək, böyük klublardan təkliflər gəlirdimi sizə və karyeranızı daha da zənginləşdirmək üçün bəlkə elə qərarlar verə bilərdiniz ki, hazırda bir çox böyük klublarda oynamış olardınız? Bəli, Portuqaliyada oynamaq imkanım vardı. 3 illik müqavilə imzaladım. Amma sonra səhv qərar verdim. Müqaviləni pozub Qazaxstana getdim. Maliyyə baxımından daha yaxşı idi. İndi geriyə baxanda düşünürəm ki, Portuqaliyada qalsaydım, bəlkə daha böyük klublara gedə bilərdim. Bu, karyeramda bir dərs oldu. Əslində, biz dünya futbolundan danışdıq və sizin karyeranız hazırda bildiyim qədərilə sizin müqaviləniz yayda bitir Torontovuzla. Hazırda klubla müqaviləni artırmaq üçün danışıqlar gedirmi və Azərbaycanda qalmaq istəyərsinizmi daha bir neçə mövsümlük?
Xeyr, mənim müqaviləm var. Mövsümün əvvəlində müqaviləmi yeniləmişəm. Mənim daha bir il müqaviləm var. Həmçinin əlavə bir il opsiya var. Yəni, bəlkə də 2028-ci ilə qədər qala bilərəm. Yəni, Turan Tovuzdayam. Onda deyə bilərik ki, Turan-Tovuzlu Avrokuboklarda biz sizi görə bilərik. Yoxsa həmin zaman milliyə daha çox köməyiniz olacağı təqdirdə millidə qalacaqsınız. Bu sualı mənə verə bilməzsiniz axı. Çox çətindir. Düşünürəm ki, bunu ümumiləşdirmək olmaz. Çünki hər futbolçu üçün fərqlidir. Dünya çempionatına getmək hər oyunçu üçün böyük bir arzudur. Amma Turan üçün də ürəyimdə hiss edirəm ki, onlarla birlikdə çıxış etmək və uğur qazanmaq eyni dərəcədə xüsusi bir şeydir. Turan Tovuz son həmlələrdən biri, son hücumlardan biri. Şamaxı müdafiə olunur və gol! Top qapıdadır. Turan Tovuz 3-cü golu vurur. Onlar bunu etdilər. Onlar bunu bacardılar. Roderick Miller. Roderick Miller oyunda 2-ci golunu vurur. Fantastika, inanılmaz oyun. Nəfəs kəsən mübarizə. Və sonda 3-cü top Şamaxın qapısında. Turan Tovuzun son dəqiqələrindəki təzyiqi öz bəhrəsini verdi. Roderick Miller 2 golu ilə komandasına qələbəyə daşıyır. Turan Tovuzun ümumiyyətlə hazırda biz danışırıq həmkarlarımızla, elə biz də daha çox bunu diqqətdə saxlayırıq. Turan Tovuzun oyun üslubuna baxsaq, Azərbaycan çempionatında komanda 3-cüdür və böyük ehtimalla elə bu pillədə mövsümü bitirəcək. Amma reallıqlar var ki, Avrokuboklarda bu heyətlə və bu belə deyək, hazırki olan ehtiyat qüvvə ilə çətin olacaq. Siz futbolçular komandanın Avrokuboklardakı çıxışlarınızda nə gözləyirsiniz? Yəni hədəf olaraq nə olacaq sizcə? Bəli, bu doğrudur. Hazırda yalnız liqaya fokuslanmalıyıq. Daha sonra Avrokuboklarda oynamaq imkanı əldə etsək, əlimizdən gələni edəcəyik. Bəlkə məşqçilər heyəti yeni oyuncular gətirəcək və komanda lazım olan yerləri gücləndirəcək. Bu turnirin çox çətin olduğunu bilirik. Hal-hazırda bəlkə də ən yüksək keyfiyyətə malik deyilik, amma addım-addım irəliləsək, komanda üçün ən yaxşı nəticəni əldə edə bilərik. Yəni, Turan Tovuzun Avrokuboklarda hədəfi sizcə nədir? Hazırda əsas məqsəd vəsiqə qazanmaqdır. Daha sonra isə mümkün qədər yaxşı çıxış edib növbəti mərhələyə yüksəlməkdir. Düşünürəm ki, bu yarışda iştirak edən bütün komandaların məqsədi irəli getməkdir. Və bu, Turan üçün də yeni hədəfdir. Turan Tovuzun sizcə növbəti mövsümlərdə oyun tərzini fərqli görə bilərik? Yəni, komandada bu barədə söhbətlər gedirmi? Yoxsa məhz müdafiə futbolu sayəsində nəticəyə yönəlmiş praqmatik futbol görəcəyik? Bəlkə sistemdə dəyişikliklər edə bilərik, amma bunun üçün məşq lazımdır. Məncə bu mümkündür, çünki yaxşı oyunçularımız var. Sadəcə olaraq sistemi düzgün qurmaq və keyfiyyətli şəkildə tətbiq etmək üçün işləməliyik. Bu mövsüm hardasa sizin bir qədər çətinliyiniz oldu, çünki Tovuzdan uzaqda qaldınız meydan amilinə görə. Orada dəyişikliklər gedirdi stadionda, meydan ot örtüyü ilə bağlı və artıq deyə bilərik ki, Tovuz şəhər stadionunda Avrokuboklara hazırdır. Yəni ki, siz də səbirsizlənirsiniz ki, orada Avrokubok maçları keçirəsiniz. Hazırda stadiondakı şərait çox yaxşıdır. Meydanın vəziyyəti yüksək keyfiyyətlidir. Orada rahat oynaya bilirik, çünki azarkeşlər komandaya böyük dəstək verir. Bu da bizim üçün hər oyunda ən yaxşı nəticəni göstərməyə baxımından böyük üstünlükdür. Biz artıq müsahibəni yekunlaşdıra bilərik. Sonda sizə rubrikalarla bağlı suallar verəcəm. Yəni, komanda yoldaşlarınızı görək nə qədər yaxşı tanıyırsınız və əgər siz hazırsınızsa, mən elə sualları sizə verə bilərəm. Komandada ən yaxın dostunuz kimdir? Hurtado. Komandanın ən məsuliyyətli oyuncusu kimdir? Faiq. Komandanın ən tənbəl oyuncusu kimdir? Məncə Xəyal. Ən xarizmatik oyuncu kimdir? Yenə də Xəyal. Xəyal. Ən problemli, ən çox problem yaşayan futbolçu kimdir? Mən. Çünki bəzən çox ciddi oluram. Aqressiv oynayıram. Bu da aşırı istəkdən gəlir. Komandanın ən zəhmətkeş oyuncusu kimdir? Faiq. Çünki o hər zaman ən yaxşısını etməyə çalışır. Məşqlərə də tez gəlir. Çalışqandır.
Komandanın ən sürətli oyunçusu kimdir? Jorge Silva. Məncə çox keyfiyyətlidir. Bəs ən texnikalı futbolçu kimdir? Serrano'nun texnikası möhtəşəmdir. Bəs futbol IQ-suna görə ən ağıllı? Yenə də Serrano'nu seçməliyəm. Azərkeşlərin ən sevimli futbolçusu kimdir? Bilmirəm. Bəs Qurban Berdiyevin ən sevimli futbolçusu kimdir? Yenə bilmirəm. Komandanın ən zövqlü geyinən futbolçusu bəs? Ayxan. Zövqsüz geyinən futbolçu hansıdır bəs? Hurtado. Və bununla da sualları bitiririk. Keçid alırıq digər rubrikaya. Burada mən sizə situasiyalar deyəcəm və sizin karyeranızda bu baş veribsə, bunu söyləməlisiniz. Azərbaycanın başqa klubuna transfer olmaq mümkündür ya mümkünsüzdür? Mümkün deyil. Baş məşqçi ilə problem yaşamaq mümkündür ya mümkünsüzdür? Yox, mümkün deyil. Rəqib futbolçu ilə forma dəyişmək. Mümkündür. Eks komandaya qarşı fərqlənmək və həmin qolu qeyd etmək mümkündür ya mümkünsüzdür? Yox, mümkünsüz. Azərkeşlərlə hər hansı bir problem yaşamaq mümkündür ya mümkünsüzdür? Yox. Və yaxud da ki, azərkeşləri görüb gizlənmək, yəni onlarla şəkil çəkdirməmək və yaxud da ki, forma verməmək. Yox, heç vaxt. Əksinə mən hər zaman hamıya formamı hədiyyə edirəm və şəkil çəkdirirəm. Hətta klubdan deyirlər ki, sən bütün formaları azərkeşlərə verə bilməzsən. Müdafiəçi olduğunuz üçün bunu deyirəm, rəqibi təxribata çəkmək və rəqibə qırmızı vərəq qaldırmaq. Mümkündür. Mən rəqibləri təxribata çəkməyi çox xoşlayıram. Son dəqiqələrdə vacib oyunda vaxtı uzatmaq mümkündür ya mümkünsüzdür? Yox, yox. Və növbəti mövsüm Turantovuzla hər hansısa bir titul qazanmaq mümkündür ya mümkünsüzdür? Mümkündür əlbəttə. Goalkeeper Emiliano, Alfonso Davies, Rubén Díaz, Virgil, Hakimi. The middle, Modric, Bellingham, Vitinha, Mbappé, Lamine Yamal, and Luis Diaz. It's okay. Müsahibə üçün təşəkkür edirəm sizə növbəti oyunlarda və dünya çempionatında sizə uğurlar arzu edirəm. Çox sağ olun. Çok sağ ol.